Biz bu küləyə baxmadan gəlmişik, qalibimizin evinin tam önündəyik. Və mən sizə memar dizaynerimiz Çinarə xanımı təqdim eləmək istəyirəm. Çinarə xanım, nə düşünürsünüz? Həyecanlısınızmı? Nə kimi dəyişikliklər etməyi planlayırsınız? Mən əminəm ki, mükəmməl iş çıxardacaq, amma təbii ki, Abşeron Ticarət Mərkəzinin baş sponsorluğu ilə Getdik. Salam, hoş gördük. Biz gəldik, gəlin sizdən qucaqlaşaq. Biz artıq qalibimiz Aynur xanımın mətbəxindəyik və onu yeniləməyə başlayacağıq. Qalib gələndə nə hiss elədiniz? Bunu bizdən bölüşün. Sizin səhifədə gördüm. Sizin səhifədə gördüm və görən kimi həmin qatıldım. İnanırsınız, içimdə bir his var idi ki, qalib olacağam, amma indiyə qədər məsələn heç bir şeydə mənim şansım gətirmirdi, demiyorlar ki. Nə xoş, xeyirli olsun. Hətta heç kəs mənə inanmırdı ki, mən qazana bilərəm. Mən özüm qatıldım, mən özüm şəkilləri göndərdim. Ondan sonra da ümidlə gözlədim ki, qazanacağam. Abşeron Ticarət Mərkəzinin bütün əməkdaşlarına, rəhbərliyə, layihə rəhbərinə dərin təşəkkürümü bildirirəm. Aynur xanım, sizə belə bir sual. Sizin burada ən çox görmək istədiyiniz rənglər nələrdir? Açıq tonlar, açıq rənglər. Nələrin mütləq necə dəyişməli olduğunu indidən baxan kimi bilirsiniz. tavan dəyişilməlidir. Artıq belə bir tavanlardan istifadə olunmur. Bizim dolablarımız tavana qədər olacaq. Xanımın da qeyd etdiyi kimi Bəli. ən çox istədiyi. Orada buzdolabı məsələn artıq bir köşənin içərisində olacaq. Biz onu biraz ora çəkməklə divara doğru orada bir məsafə yaradacaq. Həmin məsafəyə də biz elektrikli soba və mikrovalnovkada qoya Bəs bilərik. bu yerlə bağlı dayandığımız Yerə də hər bir şey, yəni biz onu oradan müdaxilə ilə edib çıxardacaq. Yəqin ki, laminatla əvəz eləyəcəyik. yəni ki, qısacası buranı başdan yaradacaqlar. Bəli. Yenə deyirəm, mən ekstra həyəcanlıyam. Nəticəni görmək üçün çox səbirsizlənirəm. Sizin üçün mütləq dəyişilməli və problem yaradan hissələri göstərəsiniz. Onu biraz müzakirə etmək mümkündürsə. Biz bu evi alarkən deməli kombi xətləri sonradan çəkildiyinə Aha, görə göstərə orada o bilərsiniz. hissədə, bəli, orada bu hissədə sonradan çəkildiyinə görə daimi şəkildə su sızıntısı olur, ən böyük problemimiz. 3 aydan bir demək olar ki, su xətlərində təmir işləri aparılır. O şkaf məsələn ümumiyyətlə heç yararsız. Çox göstərək istəyirsinizsə. Göstərək, mən göstərim. Açdım. Çünki dəyişiləcək. Rütubətdən belə olur. Bundan sonrası artıq seçimlərimizi edib prosesə başlamaq deməkdir. Ən həyəcan verici hissəyə başlayırıq. Və hazırıq, yollanırıq Abşeron Ticarət Mərkəzinə. Siz də bütün yeniliklər üçün Abşeron Ticarət Mərkəzi Instagram səhifəsini izləməyi unutmursunuz. Çünki növbəti otaq sizin ola bilər. Aynur xanım, siz hazırsınızmı və həyəcanlısınızmı? Bütün seçimləri bugün edəcəyik. Bəli. Həm hazıram, həm həyəcanlıyam. Biz də hazırıq, həyəcanlıyıq. Bəli, həyəcanlı şəkildə yollanırıq Abşeron Ticarət Mərkəzinə.